Elə düşünürəm ki, elə cəmiyyətimizin də bu sualın cavabına ehtiyacı var, psixoloq və psixiatr arasındakı fərq. Çünki çox adam elə fikirləşir ki, psixoloq, psixiatr eyni şəxsdir. Çünki ikisi də xəstəxanada işlədiyi üçün belə bir qarşılıq yaranır. Lakin bunlar tamamilə fərqli ixtisaslardır. Belə ki, psixiatrlar 4-cü qrup üzrə hazırlaşırlar. Onlar həkimdirlər, tibb universitetindən məzun olurlar və onlar dərman müalicəsi yazırlar, resept yazırlar və adları da həkim adlandırılır. Psixologiya tələbələri, yəni psixoloqlar isə yenə 4-cü qrup üzrə hazırlaşırlar, lakin onlar tibb universitetindən məzun olmurlar, həkim deyillər, resept dərman yazmırlar. Bəs onların işi nədən ibarətdir? Bu isə psixoterapiya, yəni sözlü müalicəyə əsaslanır. Müxtəlif terapiya metodlarından istifadə edərək pasientlə işləyirlər və ən yaxşı pasientin, belə deyək, irəliləyiş əldə elədiyi psixiatr və psixoloqun müştərək işləməsi nəticəsində olur. Çünki psixiatr dərman müalicəsi yazır, psixoloq isə daha davamlı adlandırdığımız psixoterapiya metodundan istifadə edir və bu ikisinin birləşməsi ilə pasient daha yaxşı və uzunmüddətli bir, belə deyək, müalicə müayinə əldə eləmiş olur.